Tavatape arxeoloji ekspedisiyası artıq 5-ci ildir ki, arxeoloji tədqiqatları davam etdirir. Tədqiqatlar Azərbaycan-İtaliya Beynəlxalq Arxeoloji Ekspedisiyası tərəfindən aparılır. Azərbaycan tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu, İtaliya tərəfindən Catania Universiteti birgə əməkdaşlıq şəraitində tədqiqatlar aparırlar. Ümumiyyətlə, abidə Orta Gür mövzəsində çox strateji bir nöqtədə yerləşir. Məşqəl müəllimin rəhbərliyi altında Tavatape son ilk dəmir dövrü Tavatape yaşayış yerinin inkişaf mərhələləri və sosial-iqtisadi vəziyyəti həyatı ilə bağlıdır. Məlumat üçün bildirəm ki, biz artıq 3-cü ildir mən daxtila kimi fəaliyyət göstərərək bu abidədə qazıntı işləri yaparıq. Bugün gəlmişik, bu yay biz açılış elədik Tavatape, Ağstafa rayonunda Tavatape ərazisində qazıntı işlərinə başladıq. Mənim ilk səfərimdir, Tavatape'də işləyirəm. Əsas burada ibadətgahdır və insanlar müəyyən müddət yaşayıblar. Son Tunc erkən dəmir dövrünü əhatə eləyir. Və əsas burada ibadətgahdır və burada çoxlu tam saxsı qablar çıxır. Yaşayış yerində biz tam olaraq saxsı qablar tapılmır, bütöv vəziyyətdə, əsasən sınıq olur. Amma burada tapılmağı buranın öz spesifik cəhətlidir, əsas. Bugün biz Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğunun əməkdaşları olaraq Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində yerləşən Tavatape abidəsində olduq. Abidədə yerli alimlərlə yanaşı xarici alimlər, İtaliyanın Catania Universitetinin mütəxəssislər də tədqiqat aparırlar. Bu beynəlxalq əməkdaşlıq həm abidənin əhəmiyyət dərəcəsini sübut eləyir, həm də tədqiqatların daha geniş müstəvidə tədqiq olunmasına, şərh olunmasına şərait yaradır.